Təhlükəsizlik bir seçim deyil, həyat tərzidir. Hər addımdan öncə düşünür, hər anı müşahidə edirik. Çünki sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi yalnız öhdəlik deyil. Bu, hamının öz rifahını düşünərək, qaydalara sədaqətin bir araya gəldiyi mədəniyyətdir. İş öncəsi müzakirə olunmayan risk gizlənmiş təhlükədir. Riskləri üzə çıxarmaq və müzakirə etmək vacibdir. Sözlər sadə görünsə də həyat xilas edə bilər. Etibarlı mühit təsadüfi deyil. Qərarlar və müzakirələr əməyin və ətraf mühitin mühafizəsinin gündəlik fəaliyyətə çevrilməsi üçündür. SƏTƏM komandası sıfır qəza prinsipini rəhbər tutur. Beynəlxalq standartlarla yerli qanunvericilik tələblərini uyğunlaşdırır. Hər yoxlama fəaliyyətimizin təhlükəsizliyinin təminatçısıdır. Biz diqqət edirik, çünki diqqət həyat qoruyur. Yol tək bizim deyil, amma seçim bizimdir. Hər addımımızda sadə qaydalara riayət edərək təhlükədən uzaq qalırıq. Hündürlükdə görülən hər bir iş ciddi hazırlıq və nəzarət tələb edir. Hər yüksək nöqtəyə diqqətlə yaxınlaşır, prosesin hər mərhələsində qaydalara əməl edilməsindən əmin oluruq. Çünki yüksəklik yalnız cəsarətin deyil, həm də dəqiqliyin və intizamın sınaq meydanıdır. Sürücülük sadəcə sükan arxasında olmaq deyil, həm də məsuliyyət tələb edən bir bacarıqdır. Biz manevrləri, reaksiyanı və qərar verməni məşqlərlə gücləndiririk. İşçinin sağlamlığı üçün təhlükəsiz nəqliyyat ilkin şərtlərdəndir. Davamlı hərəkəti təmin etmək üçün mütəmadi yoxlama və təlimlər önəmlidir. Yük qaldırma sadəcə güc deyil, bu hərəkətdə olan düşüncədir. İstifadə olunan avadanlıqdan verilən siqnala qədər hər bir detal sağlamlığın təminatıdır. Bu səbəbdən nəzarət və koordinasiya vacibdir. Təhlükəsizlik təkcə davranışla yox, texnologiya ilə də möhkəmlənir. Yeni nəsil avadanlıqlar işçilərimizə daha güvənli, daha nəzarətli bir mühitdə çalışma imkanı yaradır. Yeni tərəfdaşlar və işçilər üçün ilk addım SƏTƏM təlimatları vasitəsilə potensial təhlükələr və qaydalarla tanışlıqdır. Bu tanışlıq gələcək risklərin qarşısını almağın ilk şərtidir. Elektrik mütəxəssisləri yalnız sistemi yoxlamır, həm də sabitliyi qoruyurlar. Bu sahədəki işin gedişatı isə SƏTƏM prinsiplərinə əsaslanmalıdır. Hər qığılcım potensial risk daşıyır. Nəzarət tədbirləri bu riskləri minimuma indirmək üçündür. Yanğın təhlükəsizliyi, peşə sağlamlığı və insan həyatı bizim üçün yalnız prosedur deyil, dəyərdir. Bütün yoxlamalar, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üçün zəruri prosesdir. Biz yoxlayır, güvənli və keyfiyyətli iş mühitini təmin edirik. Yanacaqla işləmək yalnız özünə inam deyil, həm də məsuliyyət tələb edən elmdir. Bu, yüksək riskli sahədir. Burada yalnız peşəkarlıq təhlükəni neytrallaşdıra bilər. Çəndən maşına, maşından təyyarəyə, bu zəncir ancaq düzgün prosedurlar və proaktiv nəzarət tədbirləri ilə təhlükəsiz şəkildə qala bilər. Yanacaq sadəcə enerji deyil, məsuliyyətlə davranılmasa təhlükədir. Fövqəladə hal vəziyyətlərində komanda şəklində nizamlı təxliyə, çevik reaksiya, sağlam və təhlükəsiz iş mühitinin ilkin şərtidir. Bir nəfər belə unudulmamalıdır. Çünki hər bir şəxs bu sistemin bir parçasıdır. Bu həqiqəti xatırlayır, eyni məqsədlə bir araya gəlirik.